Hashimoto problemləri olanlar, idmançılar və ümumiyyətcə uşaqlarının boy artımı ilə maraqlanan əzizlər yaxın otursunlar ki, bu yemək tam sizin üçündür. Bu yeməyin əsas və ana malzəməsi kinoadır. Gəlin kinoa haqqında sizinlə biraz qısaca danışım. Kinoadan və ümumiyyətcə bu yeməkdən məlumat verərkən mən də yeməyin hazırlamağına başlayıram. Kinova taxıl kimi görünsə də taxıl deyil və çox protein cəhətindən zəngindir. Bir də selin, maqnezium, bunlardan da çox zəngin olduğuna görə məsləhət görürəm ki, Hashimoto problemləri olan insanlar mütləq kinovaya yer versinlər qidalanmalarında. Kinovanı əvvəlcə yaxşıca yuuruq. Yuduqdan sonra süzüb və qazanda bişiririk. Qırmızı mərcimək kimi bişəndən sonra bir xas kokusu var da. O, eyni qırmızı mərcimək, necə ki, istərik ki, o kokunu almayaq, biz onu daha çox yuuruq. Məncə kinoada mən də bunu denəmişəm ki, o kokunun qarşısını almaq üçün, onu yeyəndə hiss etməmək üçün onu denəmişəm ki, yuvanda bir-iki dəfə çox yumaq daha məsləhətdir, daha yaxşıdır. Kinoanı eyni aş kimi bişiririk. Bir qədər su tökürük, qaynayır və ondan sonra süzürük. İstərsiniz duz, istiot, indi nə ki sevirsiniz, əlavə eləyərsiniz. İndi bişirəndə hamısını sizinlə paylaşacağım. Suyu bir qədər təncərədə qaynatdıqdan sonra duz əlavə eləyin suya və kinoanı əlavə eləyin. Onsuz da duzu çox olsa da süzdüyümüz üçün onu yuvacağıq da. Burada biraz cana su töküldü və kinoanın faydalarından deyirdim. Dəmirdən də zəngindir, E vitamini var, selin çox yaxşıdır və ən vacibi də glutenin olmamasıdır ki, həman Hashimoto və tiroid problemi olan insanlara yaxşıdır. Həm də ki, selyak problemi olan xəstələr üçün çox yaxşı bir seçənəkdir. Biraz qaynadıqdan sonra mən belə İki kişilik hazırlamışam. İstərsəniz az da hazırlaya bilərsiniz. Özünüz üçün də hazırlaya bilərsiniz. Kinoanı əvvəllər mən diyet qruplarımda da paylaşanda hamı məsələn fikirləşərdi, bəs ki, bahadır. Halbuki paçkası mən bu gün aldım 7 manata və məncə bu qədər zəngin bir vitaminləri olan bir qidanın bu qiymətə çox da baha sayılmır. Yəni siz hər hansı bir kompleks vitaminin alsaz ki, bu qədər içərisində vitaminləri ola, mən fikir edirəm, qiyməti münasib çıxa kinoanın onlara görə. Amma məsləhət görürəm, məxsusən uşaqlar ki, boy artımı yaşındadılar. Çünki fosfordan zəngindir. Bilirsiniz ki, fosfor vitamin D-dən zəngindir. Vitamin D, fosfor boy artımında çox əhəmiyyət daşıyır, çox yaxşı rolu var. Onun üçün tamamilə məsləhət görürəm ki, boy artımında mütləq istifadə olunsun. Kinoanı mən evin ocağına aldım. Çünki video çəkmək üçün, siz izləmək üçün buradakı o
öbürü ocağından istirdim çəkəm. Mən də malzemələri doğramaya başlayıram. Kinovanı təh yeməyi mən şəxsən özüm sevmədiyim üçün pasiyentlərimə də normalda tavsiyə edirəm ki, mütləq ya salat eləsinlər, ya başqa bir yeməyin kənarında, ətin kənarında aş kimi, düyü kimi yeyə bilərlər. Mən yavaş-yavaş malzemələri doğramaya və hazırlamaya başlayıram. Kinova və ümumiyyətcə bu salat ki, sizinlə reseptisini paylaşıram, kalorisi də çox aşağıdır. Yəni çox münasib bir yeməkdir. Biz kilo itirən vaxtımıza. Çox münasibdir. Həm gluteni yoxdur ki, bağırsaqda həzm sistemin narahat eləyə və qoymaya biz kilo itirək, ödəm yığaq. Həm də ki, kalorisi aşağıdır. Məsləhət görürəm. Yeməkdə qozdan da istifadə eləmişəm. Yenə də vurğulayıram ki, kinoa və qozun sink, maqnezium, amino turşuları kimi faydalı qidaların olduğuna görə hormonlar balanslanır və yeniyetməlik dövründə boy artımında hormonun balanslı olması çox vacibdir. Fosforun və kalsiumun zəngin olduğu bir yeməkdir və bu da boy artımına çox dəstək olur. Mütləq tavsiyə edirəm. Yəni valideynlər mütləq uşaqları ki, yeniyetməlik dövründədir, boy artırma ərəfəsindədir. Mütləq bu yeməyi hazırlayın uşaqlarınıza. Biraz qozları doğrayıram və salata əlavə edirəm. Salat deyirəm, amma yemək kimi tox tutan bir salat olduğuna görə mən elə bunu yemək kimi ailəmə hazırlayıram. Çünki tox tutur. Heç bundan sonrasında lazım olmur ki, başqa yemək uşaqlar yesin və özüm də çox tez doyuram bu yeməklə. Yaşıl almanı salatlarda çox sevdiyim üçün yaşıl almanı da əlavə edirəm, amma yenə də dediyim kimi kalorisinin aşağıya gətirməsi və diyetdə, pəhrizdə çox kullanışlı bir yemək olduğuna görə yaşıl almadan mütləq istifadə edirəm. Çox sevirəm, yəni çox yakışır demək olar ki, yaşıl almanın dadı bu salatda. Qabığını normalda soyuram. Bəzən soymaya da bilərəm, amma indi bilirəm deyəcəksiniz ki, qabığı daha faydalı idi, qabığı daha tox tutandı, amma səliqə məsələsidir. Soya da bilərsiniz, soymaya da bilərsiniz. Bu dəfə mən soydum. Ola bilər bir dəfə də soymaya. Küp doğramasını tərcih edirəm. Balaca olsun. Bu videonu nə üçün çoxu da sizinlə paylaşıram. Məndən çox soruşurdular ki, boy artımına görə hansı yemək, nəyi hazırlayaq uşaqlarımız üçün? Və ya məsələn Hashimoto problemləri olanlar deyib, mən nə yeyim? Bunu bir dana elə bir ki, bunun üçün daha çox hazırladım ki, insanlarla paylaşam ki, bu yemək məsələn ola bilər, çox yaxşı olar. Bu tip salatlarda ki, yemək kimi algılayıram. Qarqadalı da bəyənirəm. Eləyə bilirik, əlavələndirək. Və sızma zeytun, təbii sızma zeytun tərcih edirəm. Kinova bişdikdən sonra süzüb və yeməyə və ya salata əlavələyəcəyəm. Zeytunu üstünə gəzdirəm.
Kinovanın suyunu süzürəm. Yadınızdadır dedim ki, duzun vurun sonra onsuz da süzəcəyik. Həman bu idi. Biraz suyu cessin istəyirəm. Çünki salatdır da, istəmirəm ki, sulu olsun. Kinova biraz cana az soğuyandan sonra yeməyimizə əlavələndiririk. Mən 2 kişilik hazırlamışdım yeməyi. Siz istədiyiniz qədər bunu malzemələrin əlavələndirib və zövqə görə başqa hər nəçə istəyirsiniz, kalorisin diqqət eləyərək əlavə eləyə bilərsiniz. Və dediyim kimi təbii süzmə zeytun yağı üstünə əlavə eləyirəm və başlayıram qarışdırmağa. Yeməyimiz hazır oldu. İndi biz yemək deyirik, siz salat deyin. Amma tox tutduğuna görə mən yemək xitab eləyirəm. Hazırdır. İnşallah ki, hazırlayasınız və mütləq bu zəngin qidadan faydalanın. Bu qədər yəni vitaminlər demək olar ki, qəbul eləyirik tablet şəkildə. Ən yaxşısı təbiətdə olan vitaminlərdən yararlanmaqdır. Çox sağ olun ki, bizi bura qədər izlədiniz. Şad olduq. İnşallah görüşmək üzrə. Yorumlarda bizə yazın ki, nə tip videolardan xoşunuz gəlir, sevirsiniz, xoşlanırsınız ki, biz daha o tip videolara üstünlük verək. Belə yemək videoları olar, sizə məsləhət videoları ola bilər və ümumiyyətcə bizə yorumlarda yazın ki, sizin probleminiz nədir və hansı haqqda biz sizinlə daha çox ətraflı danışaq. Bizi izləməyə davam eləyin. Çox sağ olun. Bye bye. Bax qoyuram. Yetişdik tadım videosuna. Baxaq görək ki, uşaqlar və Fidan qızımızın İlk dəfədir ki, kinova salatını dadıram və tam səmimi fikirlərimi sizlərlə bölüşəcəm. Yeyək görək necədir. əvvəldə Nəva. Nəva necə dadır? Lezzetlidir ama alması var ve salatı var ve Qəşəngdir. gargadalı var ve Yaxşıdır da. Yap. Hazırlasam tez-tez sənə yeyərsən bunu. lezzet bəli Sağ lezzet. ol. İndi Fidan xanım siz buyurun. Dediyim kimi ilk dəfədir ki, dadırdım, amma ki qeyri-adi bir dadı olmadı kinovanın burada. Yəni əsasən içindəki qarğıdalı iceberg kələm, çeri pomidor və almanın dadı oldu. Qeyri-adi bir dad olmadı. Mən bəyəndim, yeyə bilərəm. İlk dəfə deyirdim, xoşuma gəldi. Qeyri-adi bir şeydi mənim üçün. Nuş olsun.